Arkadaşlar və Azərgol servis aidiyyəti qurumlar sizdən Saatlı rayon Qıraqlı kənd vətəndaşı olaraq artıq dərəcədə xahiş edirəm ki, mən Həsənov Oqtay Ramzoğlu və Qıraqlı kənd cəmaatı adından xahiş edirik ki, bizim bu yollara inşallah bir əl gəzdirəsiniz. Hal-hazırda bizim bu yollarımızın vəziyyəti budur. Uşaqlar məktəbə gedə bilmir, xəstələrimiz var. Ondan sonra qocalar, yaşlılar gedib gələ bilmir. Qışda qar yağanda lap bundan da pis vəziyyət, bərbad vəziyyət olur. Çala çuxurlar çoxdur. Mən xahiş eləyərdim ki, aidiyyəti qurumlardan ki, baxsınlar bu yola. Tez bir zamanda bu yola əmcam çəksinlər. Baxın, hal-hazırda yolumuzun vəziyyəti budur. Baxın, bu yol bu vəziyyətdədir. Mən xahiş edirəm aidiyyəti orqanlardan, Azərgol servisdən ki, baxın, yolumuzun vəziyyəti budur. Bu yol opsi yoldur. Bu yol opsi yoldur. Əziz izləyicilər, texnikalar bizim kəndimizə, Qıraqlı kəndimizə zavod var, pamuk zavod, emal zavoddur. Onun texnikaları, kənd cəmaatının maşınları, digər kəndlərdən bu yoldan istifadə olunur. Yəni bu ana yol deyirlər. Bura əsas yol bu yoldur ki, cəmaat buradan istifadə eləyir. Və bu yolda gördüyünüz kimi çox bərbad və pis vəziyyətdədir. Baxın yolumuzun vəziyyətinə. Və yollarımız budur. Uşaqlar, körpə uşaqlar tezdən piyada məktəbə gedə bilmirlər. Üst başdan olurlar. Əyinləri, başları, geyimləri hamısı özüm qarışıq palçığa bulanırıq. Xahiş edirəm ki, heç olmasa nə gücü çatır, aidiyyəti qurumların bizə kömək eləsinlər. Bu yolumuza tez bir zamanda əmcam çəksinlər, dəstək olsunlar bu yolun düzəlməyində bizlərə. Bax, yerimək olmur. Palçıqda. Baxın vəziyyətə. Bax, bu da körpüdür. Çöl kətlərdən texnikalar gəlir. Sezon vaxtı bizim Qıraqlı pamuk zavoduna pambıq aparırlar buradan. Kombaynlar işləyir, taxıl kombaynları, pamuk kombaynları buradan keçirlər hamısı. Yəni bu yol çox pis vəziyyətə düşüb, bundan da pis vəziyyətə düşəcək də. Hələ qarşıdan da qar gəlir, yağış gəlir, boran gəlir. Bunu paylaşacağım rəsmi səhifəmdə, TikTok səhifəmdə. Baxın, yolun vəziyyəti budur.